8 noyabr Zəfər günü münasibətilə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında Şanlı Tariximiz adlı tədbir keçirilib. Tədbirdən öncə iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəman vətən övladlarının məzarları önündə gül dəstələri düzüblər. Tədbirdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Hüseynov Anar, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdürü Bayramov Cəlal, şəhid ailələri, qazilər, vətən müharibəsi iştirakçıları və gənc partiya fəalları iştirak ediblər. Çıxış edənlər Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Əmək və Veteranlar Şurasının sədri Ağarza Bayramov, 9 saylı ərazi partiya təşkilatının sədri Şəsəddin Mikayılov, Azərbaycan Vətən müharibəsi veteranları İctimai Birliyinin Şamaxı rayon şöbəsinin sədri Səmiyev Fuad və Qazi Məmmədli Elvin 8 noyabr Zəfər gününün xalqımızın tarixində əzəmətli bir qürur səhifəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı böyük qələbə Azərbaycan xalqının birliyinin, qüdrətinin və dövlətçilik ənənələrinin parlaq təzahürüdür. Tədbirin sonunda şəhid ailələri, qazilər və vətən müharibəsi iştirakçıları fəxri fərman və hədiyyələrlə təltif ediliblər. Rafiq Həsənov, Elçin Məlikov, Ülviyə Orucova.